gün mənim üçün iki qat sevincli gündür. Çünki bu gün 8-ci keçirdiyimiz Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə beynəlxalq konfransın birincisini 23 il bundan öncə Folklor İnstitutu keçirdəndə mən həmin konfransın məsul katibi idim. Və ondan sonra biz 7-6 konfransla keçirdik və ümumiyyətlə 1-ci və 7-ci konfransların hamısının məsul katibi mən olmuşam. Ona görə mən çox sevinirəm ki, uzun fasilədən sonra, 10 ildən artıq fasilədən sonra biz bu Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə ənənəsini bərpa etdik. Mən xatırlamaq istəyirəm, Şimali Qafqazın türk xalqlarından biz elmlər doktorlarını, professorları dəvət edildi. Türkmənistandan çox saylı qonaqlarımız olurdu. Hətta Çindən, Hindistandan belə biz türk soylu qonaqları dəvət edirdik və həmin konfransları da biz müəyyən bayram günlərində keçirməyi düşünürdük ki, bayram bayrama qatışsın. Və bu gün ona görə mənim üçün çox əhəmiyyətlidir bu konferensiya və mən çox qürur hissi duyuram ki, 8-ci Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə konfransını keçirmək, bu konfransın işçi heyətinin tərkibində olmaq yenə də mənə qismət olub. Amma bu konfransın yenidən bərpa olunması, birincisi bu konfransın birinci Türk-Alışıq Qurultayının 100 illiyinə həsr olunması, digər tərəfdən isə konkret mövzu ətrafında alimlərin fikir mübadiləsinə girməsi, yəni Türk-Alışıq folklorşünaslıq nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri mövzusu ilə bizim konfransda iştirak eləməsi çox əhəmiyyətlidir. Mən düşünürəm ki, bu gün burada və sabah bilirik ki, sabah da konferensiya işini davam etdirəcək. Çox qlobal, çox aktual məsələlər qoyulacaq və həllini tapacaqdır. Mən bütün konfrans iştirakçılarına uğurlar arzulayıram.